Xeyirli olsun əziz yoldaşlar. Bildiyimiz kimi 2026-cı ildə Respublika Fen Olimpiadasının birinci tur mərhələsi keçirildi 18 yanvar tarixində və gəlin məndə olan sualların şagirdlərin atdığı kitabçaya əsasən məndə olan sualların izahlarına nəzər yetirək. Başlayaq birinci sualdan. 96 üzəri 10 üzərinə gəlirsən 97 üzəri 2 cəmini 5-ə böldükdə qalğı neçə alınır? Biz bilirik ki 5-ə bölünmə əlaməti sonu 0 və yaxud da 5 olduqda qalğısız bölünə bilər. 96 üzəri 10-un sonuncu rəqəmi hər daimə uşaqlar nədir? 6-ya bərabərdir. Çünki 6 üzəri 1 bərabərdir 6-dır. 6 üzəri 2 yenidən 36-dır və belə gedir. 216 sonuncu rəqəmi 6-dır. Yəni bunun sonuncu rəqəmi 6. Bunun isə 7 üzəri 2 49-dur ki, sonuncu rəqəmi 9-dur. Bunları topladıqda 15 eləyər. 15-in 5-ə bölünməsindən, yəni sonuncu rəqəmə daha doğrusu fikir veririk. 5-i 5-ə bölünməsindən alınan qalıq 1-dir. Yəni qalıq 0-a bərabərdir. Hər daima sonu 0 və yaxud da 5 olarsa bizim qalığımız nəyə bərabərdir? 0-a bərabərdir. Y variantı olacaqdır. İkinci sual. İkinci sualda qonşu buzağının birinin 50%, digərinin 40%-dən 27 dərəcə çoxdur. Birinə x deyirəm, digərinə y deyirəm uşaqlar. Birinin 50%, 0.5 x, digərinin 40%-dən 27 dərəcə çoxdur. 0.4 y üzərinə gəlsin 27-yə. Hər tərəfi biz 10-a vurduqda 5x bərabərdir 4 y üzərinə gəlsin 270 əldə eləyərik. Və buradan sol tərəfə keçirdikdə 5x çıx 4 y 270 eləyər. Və biz bilirik ki, qonşu bucaqlarının cəmi 180 dərəcə bərabərdir. Bu sistem tənliyi həll eləsək, hər tərəfi aşağıda 5-ə vurarıq. Biz əgər 5-ə vursaq 5x, 5y bu 900-ə bərabər olar. Və əlbəttə ki, bunları tərəf-tərəfə toplasam, tərəf-tərəfə çıxsam, üzr istəyirəm, tərəf-tərəfə çıxsam bunlar gedər. Minus 9y bərabərdir 0, 3, 630 edər. Minus 630 və y bərabərdir 70 eləyər. Qonşu bucaqların biri 70-dirsə, digəri 110-dur. Çünki cəmi 180 dərəcədir. Və əgər mən bunları çıxası olsam, 110-dan 70 çıxanda 40 eləyər ki, şagird doğru yazıb. Üçüncü suala nəzər yetiririk. Müsbət bölünən sayını tapın. Yəni, sadə bir məsələ. Hər birində 7 vurğu var. Gəlin 7-ni çölə çıxardaq. 7 ədədini burada 7-nin kvadratı üstənilsin. 14-ü mən yaza bilərəm 2 üzəri 2 vurulsun 7 üzəri 2 kimi. 21-i yaza bilərəm 7 üzəri 2 vurulsun 3 üzəri 2 kimi. İstənilən halda 21 üzəri 2-dir. Və buradan 7 üzəri 2 ədədini çölə çıxarsa olsam, qalar 1 üzərinə gəlsin 2 üstü 2, üstənilsin 3 üstü 2. Bu ədədin özü də 7 üzəri 2 vurulsun demək 9, 4, 13, 14-ə bərabərdir. Bildiyimiz kimi 14 mürəkkəb ədəddir. Biz onu 7 vur 2 kimi yazası olsaq, bu üzəri 1-dir. 7 üzəri 3 vurulsun 2 üzəri 1-ə bərabərdir. Müsbət bölənlərinin sayı natural bölənlərinin sayı deməkdir, dəyərli şagirdlər. Biz burada natural bölənlərin sayı 3 plus 1 vurulsun 1 plus 1 kimi yaza bilərik. 4 vur 2 8-ə bərabərdir. Yenə şagird doğru yazıb, təbrik edirik. Dərhal keçirik növbəti suala. Növbəti sualda, 4-cü sualda dövrü onlu kəsir. Onlu kəsiri işarə edilmişdir. Sadələşdirin. Suallara sizinlə bərabər baxıram. O dövrü onlu kəsiri işarə edilmişdir. Sadəcə burada sadələşdirmə lazım deyə düşünürəm. Baxın, burada biz bildiyimiz üzərə bu 1 bölünsün. Bunu 9-da A kimi yaza bilərəm. 1 bölünsün 90-da A kimi yaza bilərəm. 1 bölünsün 900-də A kimi yaza bilərəm. 9 hər birində yuxarı qalxar. Onlar 9 üzərinə gəlsin 90 böl A, üzərinə gəlsin 900 bölünsün A-ya. Dəyərli şagirdlər. Və burada digər sadələşməmizə əsasən 9 bölünsün, burada A da var. Hər birində ortaq məxrəc A-dır. Bu da eləyər 999. 999-a Y, yenə sadə bir məsələ və şagird doğru yazıb, təbrik edirik. 5-ci suala baxırıq. X1 və X2 ədədləri üçün birinci kök ikinci kökdən böyüdür. Belə bir ifadə verilib. Birinci ağlıma nə gəlir? Birinci bunları kvadratı yükseltmək gəlir. Kök kvadratı aparar. 6x kvadratı çıx 5x üzərinə gəlsin 4. 25-ə bərabərdir. Buradan 6x kvadratı çıxılsın 5x çıxılsın 21 bərabərdir 0-a.
Dəyərli şagirdlər, və əgər mən bunun köklərini tapası olsam, diskriminant bərabərdir 25 üstənəsin 25 üstənəsin 4, 24 vur 21, 24 vur 21, 504 verər. Onu da toplayanda 9, 2, 529 verər. 529 da bilirsiniz ki, kök altda 529-dan 23 çıxar dəyərli şagirdlər. O zaman x1 2 nə bərabərdir? 5 plus minus 23 bölünsün 2 altın 12-yə. x1-imiz 28 bölü 12-yə. x2-miz isə minus 18 bölünsün 12-yə bərabərdir. Əgər 4-ə böləsi olsam 7, 4-ə böləsi olsam 3, 6-ya minus 3, 6-ya 2. Yəni köklərin biri 7 bölü 3, x1-imiz rahat formada yazaq 7 bölü 3, x2-miz isə 3 bölünsün 2-yə bərabərdir dəyərli şagirdlər. Bizə də x1-in hansı, x2-nin hansı, burada bir mənfi olmalıdır. Digər unutmayaq, diqqətli olaq. Deməli, x2 mənfidir. Aha, deyir 3x1 plus 2x2, yəni 3 vurulsun x1, yəni 3 vurulsun 7 bölünsün 3, üzərinə gəlsin 2x2, 2 vurulsun x2, yəni minus 3 bölünsün 2. Bu da 7, bunlar gedər, çıx 3 bərabər 4-ə bərabərdir ki, şagird doğru yazıb. Digər sualların izahı da şagirdlər yükləndirindir. Sağ olun, görüşənədək.